Ailəyə təsir edən faktorlar, qaynana faktorları ola bilər, baldız faktorları ola bilər, bəzi hallarda qaynata faktorları ola bilər, qayın faktorları ola bilər. Hansı ki, bu adını çəkdiyim şəxslərin ailə məcəlləsində hər hansı bir normada hüquqi statusu müəyyən edilməsə də, amma Azərbaycanda formalaşmış ailə münasibətlərində xüsusi rolu var. Və bu rol həm birləşdirici mövqedə dayana bilər, həm də dağıdıcı mövqedə dayana bilər. Ki, vəkil olaraq biz onu ancaq dağıdıcı mövqeyi tərəfini görürük. Çünki sözsüz ki, nikahını davam elətdirən şəxslər vəkillə nadir hallarda ünsiyyətdə olurlar. Amma nikahını davam elətdirməyən şəxslərdən biz artıq özləri danışacağı təqdirdə, səbəblərini izah edəcəyi təqdirdə məlumatda oluruq. Ailə, ən yaxın ailə üzvünü itirəcək qədər ciddi bir ikinci stresli, emosional pis vəziyyətdir ailənin, belə deyim, nikahın pozulması halı və zaten nikahı pozulmağa qərar verilmiş şəxs çox ciddi, emosional, mənəvi sıxıntılı bir haldadır. Onun o halını daha da böyütməkdənsə, mən hesab edirəm ki, mediasiya təşkilatları, məhkəmələr və bu yolda hüquq xidmət göstərən vəkillər daha da normallaşdırmalıdır ki, onun üçün qalıcı psixoloji travmaya çevrilməsin. İstənilən insan xoşbəxt olmaq üçün evlənir. Aydındır. Amma bu xoşbəxtliyi ailə həyatında tapmırsa, bu faciə deyil. Artıq xoşbəxtliyi fərdi həyatında tapmağa davam eləməlidir.